Bəzən tarix səs salmır, sadəcə dayanır və gözləyir. Quba rayonunun Ağbil kəndində yerləşən bu abidələr tarixə Ağbil pillər adı ilə düşüb. Araşdırmalara görə burada vaxtilə 3 türbə olub. Onlardan biri tamamilə dağılıb, ikisi isə əsrlərin sınağından keçərək bugünə çatıb. Bu pillər 16-cı əsrə aid edilir və bölgədə nadir memarlıq örnəkləri sırasında yer alır. Dövrümüzə çatmış türbələrdən biri xaricdən 8 güşəli formaya malikdir. Bu, təsadüfi seçim deyil. 8 güşə şərq memarlığında kamillik və tarazlıq rəmzi sayılırdı. Ancaq daha maraqlısı içəridə gizlənir. Çöldə 8 güşə, içəridə isə kvadrat. Bu, düşünülmüş memarlıqdır. Türbənin daxili 2,8 kvadrat metr ölçülü kvadrat quruluşdadır. Cənub tərəfdə giriş, digər 3 divarda isə kiçik nişlər yerləşir. Kvadrat formalı otaqdan günbəzə keçid, tavandan aşağı enən sadə bəzəkli hissələr vasitəsilə yaradılıb. Burada xüsusi sərdabə yoxdur. Dəfn yeri yer səviyyəsindədir. Bu isə göstərir ki, abidə təmtərah yox, dilək üçün tikilib. Türbənin divarlarında həm kərpic, həm də daşdan istifadə olunub. Bu qarışıq hörgü Şirvan memarlığı üçün nadir hal sayılır və Ağbil pillərini bölgədə seçilən abidələrdən birinə çevirir. Girişin üstündə yerləşən kitabədə Hicri 940-cı il, miladi 1533-1534-cü illər göstərilir. Burada dəfn olunan şəxs Şah Murad, Şeyx Məziyyət nəslindən olan bir sufi alim idi. Kitabədə Qurandan ayə və bağışlanma duası yer alır ki, bu da türbənin yalnız məzar yox, ziyarət məkanı olduğunu göstərir. Bu daşlar ad yox, yaddaş saxlayır. Ağbil pillərindən biri də kiçik ölçülü dördbucaqlı türbədir. Planı sadədir. Qısa divarlar irəli çıxaraq kiçik eyvan forması yaradır. Bu türbə ölçüsünə baxmayaraq sanki yaşayış evini xatırladır. Bu da onu göstərir ki, bu yer ölümü deyil, insanın iz qoymaq arzusunu yaşadır. Bəzi abidələr özünü göstərmir. Onlar sadəcə dayanır və gözləyir ki, biri gəlib soruşsun, bu daş niyə buradadır? Ağbil pilləri sükutla danışan tarixdir.